Salam əziz izləyicilər, əziz riyaziyyatçılar, əziz şagirdlər. Bugün mən sizlərlə Turan Əsəninin 6-cı sinif riyaziyyat kitabından aydın olunmuş kəsirlər mövzusuna 40 dənə sual izahı verəcəm. Demək əziz izləyicilərimiz, bizim bu kitabımız 6-cı siniflər bu il lisey imtahan verə bildiyi üçün lisey və gimnaziyalarda istifadə olunur. Olimpiyadalarda gönül rahatlığından istifadə edə bilərsiniz. Həm çətinlik səviyyəsi artırılmış testlərimizdən ibarətdir, həm də ki içərisində çox qəşəng testlərimiz var. Deməli, bir şey qeyd etmək istəyirəm sizlərə. Bizim kitabımızın PDF izah qrupu var, hansı ki həm video izahlar ardıcıl şəkildə yüklənir, həm PDF izahlar ardıcıl şəkildə yüklənir. Bu qrupa qoşularaq siz videolardan, kitabın izahından aydın şəkildə suallarınızı tapıb işləyə bilərsiniz. Demək, bir də onu qeyd etmək istəyirəm. Bilirsiniz ki, kanal üzvlərimiz qruplarımıza qoşulanlar artıq bilirlər ki, bizim video izah qruplarımız var. Kitablarımızın video izah qrupları olur. Və biz artıq bundan sonra hər günümüzü bir kitaba həsr edəcəyik və həmin kitabdan kanalımıza 7 dənə video yüklənəcək. Məsələn, deyək ki, bugün 20 noyabrda biz Turan Əsəninin kanalına 20 dənə videomuz, 20 dənə yox, daha doğrusu 7 dənə videomuzu yükləyəcəyik və sabahsı günə bir dənə kitab seçiləcək və həmin kitabı biz kanalımıza yerləşdirəcəyik yenə də. Qruplarımıza qoşulmaq üçün bir kitabımızın ödənişi 10 manatdır. İstənilən məntiq və riyaziyyat kitablarımızın izah qrupları var. Deməli, başlayaq birinci sualımızdan. Aydın olunmuş kəsirləri qeyd edək. Birinci sual. Birinci sualda deyir, məxrəci 8 olan neçə düzgün kəsir var? İlk öncə düzgün kəsirin qaydasını bilirik ki, surəti məxrəcindən kiçik olmalıdır. Ona görə məxrəci 8 olan 8-dən kiçik 7 düzgün kəsir var. Düzgün kəsir var. Bu qrupumuzdan daha çox müəllimlər də istifadə edə bilər. Çünki hazır formada sualların izahı əllərində ola bilər PDF izahlarla. Məxrəci 6 olan neçə ixtisar olmayan düzgün kəsir var. İxtisar olunmayan deyirsə, burada yaza bilərəm. Məsələn, 6-da 1 kəsiri ixtisar olunmur. 6-da 1 kəsiri ixtisar olunmur. 6-da 4, 6-da 5 kəsiri ixtisar olunmur. 1, deməli, kəsirimiz 6-da 1 və 6-da 5 kəsiri olacaq. 2 dənə kəsirimiz ixtisar olmayan kəsirlərimiz sırasındadır. C bəndi. Üçüncü sualda deyir ki, 5 tam 7-də 2 və 3 tam 7-də 5 kəsirini toplayın. Qarışıq kəsirlərin toplanmasıdır. 5 tam 7-də 2 üstə gələk 3 tam 7-də 5 bərabərdir. İlk öncə tamları toplayırıq. 5-in üstə 3 gələndə 8. Məxrəc 7 olduğu kimi qalır. Məxrəc dəyəri bərabərdir. 2-in üstə 5 gələndə 7. 8 tam 7-də 7. Biz də bilirik ki, 7-də 7 ifadəsi 1-ə bərabərdir. Yəni 8 üstə gələk 1 bərabərdir 9-a. 8 üstə gələk 1 bərabərdir 9-a. 9 da bizim D variantımızda var. Aha. Deməli, növbəti 4-cü sualımızda deməli, burada nə yazırıqsa 789-dan ilk öncə uşaqlar onu da qeyd edelim ki, sizə 4-də 1-dən 3-də 2 çıxmaq olmadığına görə, çünki məxrəcləri bərabərləşdirəndə 3-dən 8 çıxmaq olmadığına görə mən 789-u parçalamaq istəyirəm. 789-un birini parçalasam olacaq 788 tam 1-i 4-də 4 deməkdir. 4-də 4-ün üstə 4-də 1 gəlir 4-də 5 çıxılsın 782 tam 3-də 2. İndi 4-cü misalımızı qeyd edeyim. 789 tam 4-də 1 çıxılsın 782 tam 3'də 2 bərabərdir. 789'u parçaladım. 788 tam
4'te 5. 4'te 4 kəsirimizin özü idi. 4'te 1 də üstünə gəldik. 4'te 5. Çıxılsın 782 tam 3'te 2. Bunu çıxanda ortaq məxrəci tamımız 88'dən 82 çıxanda 6 tamımız var. İndi məxrəcləri müqayisə edirik. 12. Ortaq məxrəcə gətiririk. 12'yi 4'e böləndə 3, 3'ü 5'e vuranda 15 çıxılsın. 12'yi 4'e vuranda 3'e böləndə 4, 4'ü 2'ye vuranda 8 olacaq. 12 6 tam 12'də 7. 6 tam 12'də 7 bizim hansı variantımızdır? B variantımızdır. 5. sualımız. 5. sualımızda nə deyir? Kəsrlərin yenə toplanması, çıxılması hesablanmasıdır. 2 tam 12'də 5. Üstə gələk 8 tam 6'da 3. Məxrəcdə 3 tam 9'da 2. Bölünsün 3'də 29 bərabərdir. İlk öncə sürəti hesablasaq. Deməli 2 tam 12'də 5 üstə gələk 8 tam 6'da 3. Tamları toplayaq 10 tam 12 ortaq məxrəcdir hər ikisinə. 5 üstə gələk 6. Çünki buraya bölündə 2 düşür. 2 dəfə 3 6 bərabərdir 10 tam 12'də 11. Bu sürətdir. İndi izah hissəsinə yazın. 10 tam 12'də 11. Məxrəci isə desək 9'da 2'yi düzgün olmayan kəsrə çevirsə 27 29 vurulsun. Bölək olanda vuraq edirik və tərsinə çevirirəm. 3'də 29. Bunları ixtisar eləyəndə kəsirimiz 3'də 1 alınır. Məxrəc deyiləcək 3'də 1. İndi bizim sürətimiz 10 tam 12'də 11'dir. Sürət və məxrəcin, daha doğrusu düzgün olmayan kəsrə çevirəndə 12'də 120 131. Böyle 3 deyəndə biz vuraq 3 yazırıq. Nəyə görə? Düz mü yazırıq? Çünki bizim tam ədədimiz yoxdur. Hə, bəli yaza bilərik. 1, 4. 4'də 131. 4'də 131 kəsirində qarşı kəsrə gətirmək üçün 131'i 4'ə bölürəm. 3 dəfə 12, 21'in içində 5 dəfə 35 tam 4'də 1. Səhv midir? 11. 11'də 2. 32 tam 4'də 3. Bəli, 32 tam 4'də 3 B bəndi. Deməli, sürətimiz elədi neçə? 12'də 131 vuraq 3 eləyəcək 4'də 131. O da bərabərdir 32 tam 4'də 3'ə. 32 tam 4'də 3 bizim B variantımızda var. 6. sual. Bunları silək. 6. sualda nə deyir? Mənimlə birgə yaxşı olardı ki, bunları siz də yazasınız. 6. sualda ilk öncə mötərizənin daxilini həll edək. 3 çıxılsın 5'də 2 vuraq 13'də 20 bərabərdir. İlk öncə 3'dən 5'də 2 çıxmaq üçün 3'ü parçalayıram. 2 tam 5'də 5 demək deyə bilərəmmi? Çıxaq 5'də 2 bərabərdir. 2 tam 5'də 3. Düzdürmü? 2 tam 5'də 3. 2 tam 5'də 3 vuraq 13'də 10 bərabərdir. 2 tam 5'də 3'ü çevirsək 5'də 13 vurulsun 13'də 10. İxtisar gedəcək. Cavabımız eləyəcək 2. Daha doğrusu bunu çevirmədim mən burada yazanda. 5'də 13 vuraq 13'də 10. İxtisarımız aparaq 2. 2 de bizim C variantımızda var. 7. sual. Məxrəclərin hesablanması, sürətlərin hesablanması ayrı-ayrı. Deməli, lap aşağı məxrəcdə 3'dən 5'də 2 çıxanda yuxarıdakı kimi 2 tam 5'də 3 qalacaq. Deməli, ədədimizi yazaq. 3 bölünsün, 2 çıxılsın, 2 bölək, 3 çıxaq 5'də 2. Etap əldə eləyək, bərabərdir.
Bu hissədə 2 tam 5'də 3. 2 bölünsün 2 tam 5'də 3. Yazıram. 2 bölək. 2 tam 5'də 3. 5'də 13. Düzdürmü? Bunu da böləndə, vuranda tərsinə çevirir. 2 vuraq 13'də 5. Olacaq 13'də 10. Sürət ədəd həmişə ədəd kəsrə vurulanda ədədimiz sürətə vurulur, sürətdə yazılır. Bax, bu hissə elədir neçə? 13'də 10. Düzdürmü? İndi 2 çıxaq 13'də 10 yazıram. 2 çıxılsın 13'də 10'u mən tapmaq üçün 2'yi parçalayıram. 1 tam 13'də 13 çıxılsın 13'də 10. Bərabərdir 1 tam 13'də 3. Bu kəsrimiz, bu məxrəcimiz elədi 13'də 3. 1 tam 13'də 3. Deməli, birinci qaydanı ardıcılıqla yazıram. 5'də 2 bərabərdir 2 tam 5'də 3. Sonra yazıram ikinci. 2 bölünsün 2 tam 5'də 3 bərabərdir 2 bölünsün 5'də 13 bərabərdir 2 vura 13'də 5. Düzdürmü? O da bərabərdir 13'də 10. Sonra üçüncü. 2 çıxılsın 13'də 10 bərabərdir 2 tam 1 tam daha doğrusu 1 tam 13'də 13 çıxılsın 13'də 10 bərabərdir 1 tam 13'də 3. Məxrəc hissə 1 tam 13'də 3 elədi. İndi yazıram. 3 bölünsün 13'də 16. 13 3 16 bərabərdir 3 vuraq 16'da 13. O da bərabərdir 16'da 3 13'e vuranda 39. Bunu da çevirsək 2 tam 16'da 7. Cevabımız eləyəcək D variantı. Yəni bunun bu kadar uzun çəkdiyinə baxmayın. Sadəcə olaraq bunlar ardıcılıq tələb edən bu suallar. 8-ci suala baxaq. Deməli 8-ci sualda nə deyir? 8-ci sualda AB natural ədədlərdir. 7'də A. Üstə gələk. 4'də B 22 olarsa A'nın alabileceği en büyük kıymeti tapın. A'nın alabileceği en büyük kıymet 21 olabilir. Düzdürmü? 21 neye göre 21 deyirəm? Bunları silim. Bize mani olmasın. Çünkü 22'nin cəmi nədir? 21 üstə gələk 1. A 21 olan deyiləcək 147. A bərabərdir. Yəni bu A bölək 7. A bölək 7 bərabərdir 21 eləməsi üçün A'nın 147'ye bərabər olması lazımdır. Çünki mən bunu 1 eləmək istəyirəmsə B'ye də 4 verəcəm. Ən böyük cəm budur. 22 üstə gələk 1. Düzdürmü? A bərabərdir 147. B də bərabərdir 4. Olacaq nə? 147 bölünsün 7 üstə gələk 4 bölünsün 4. 21 üstə gələk 1 bərabərdir 22. Ən böyük qiyməti 8-ci D variantı 147 cavabında alacaq. 9-cu sual. İndi nə deyir bizə? X üstə gələk 3y üstə gələk 2z bərabər 21 olarsa deyir. Baxaq. 7'də 4x üstə gələk 7'də 12y üstə gələk 7'də 8z bərabərdir. Məxrəcdə eyni olduğuna görə eyni məxrəc yazıram. 4x üstə gələk 12y üstə gələk 8z. Mən bunu tapmaq üçün bura yazdım. Deməli 4x üstə gələk 12y məxrəci yazmama ehtiyac yoxdur. Çünki məxrəclər eynidir. 8z ifadəsinin qiymətini tapsam, baxın. Bizim x üstə gələk 3x üstə gələk 2z'imiz 21'dir mi? Hər birini 4'ə vurur. Olacaq 4x, bu vurub 4'ə. 3x'i vurub 4'ə 12y, 2z'i vurub 4'ə 4z. Deməli, bu ifadəni 4'ə vurduğuna görə biz də 21'i vurmalıyıq 4'ə. 21'i vururam 4'ə, bölürəm 7'yə. Bərabər eləyəcək 84'ü 7'yə böləndə 12. Cavabımız eləyəcək
D variantı. 10-cu sualımız. İlk onluğumuza bizim 15 dəqiqə vaxtımız getdi. Hələ suallarımız çox çətin deyil. 10-cu sualda deyir ki, A bərabərdir 3-də 1 üstəgələk 8-də 6 üstəgələk 12-də 9. B bərabərdir 6-da 4 üstəgələk 4-də 1 üstəgələk 8-də 10. İndi mənə deyir ki, AB cəmini tapın. Tapın deyir, tapın. Burada çətin bir şey yoxdur. A üstəgələk B bərabərdir 3-də 1 üstəgələk 8-də 6 üstəgələk 12-də 9 üstəgələk 6-da 4 üstəgələk 4-də 1 üstəgələk 8-də 10. İndi mən bu 8-də 6 ilə 8-də 10 toplasam 8-də 16 eləyəcəkmi? Bu belə. Bərabərdir. 3'də 1 ilə 4'də 1'i toplayanda, bu 3'də 1 ilə bu 4'də 1'i toplayanda 12'də 7 eləyəcəkmi? 12'də 7 ilə indi bu 8'lərimiz getdi. 3'də 1 ilə 4'də 1 getdi. 12'də 7'miz var. Üstəgələk 12'də 9'umuz var. Bir də 6'da 4'ümüz var. Düzdürmü? 12'dən gətirək bir yerə. 8'də 16 üstəgələk 12'də 16 üstəgələk 6'da 4. Bunların hər birində ortaq məxrəc 72 ola bilər də, bəli. 72'də 9'a bölürəm, 16'ya vururam. 9 16'ya vuranda 54 144. 144 üstəgələk 6 16'ya 6'ya vuranda 96 üstəgələk 12 4'e vuranda da 48. Şimdi bunları toplayaq. 144'ün üstə 96 gəlim 0 13 14 240 240'ın üstə 48 gəlir 288. Bərabər eləyəcək 288 bölünsün 72. O da bərabər eləyəcək 4'ə. Deməli A plus B cəmimiz neçədir? 4. İndi baxanda deyəcəksiniz ki, müəllimə bu çətindir. Nəyinəsə əvəz eləyək? Xeyr, ehtiyac yoxdur. Sadəcə A-nın B-nin qiymətlərini yerinə qoyun və uyğunlarını toplayıb ala bilərsiniz. Cavabımız eləyəcək 4. Yəni qısa şəkildə PDF izah formasında da qeyd elədim. Deməli, silək bunları. 40 tane sualın izahını vereceğim size. 11. sualda deyir ki, ixtisar edin. Biz bilirik ki, vurma olanda biz ixtisar edə bilərik. Amma toplama olanda məxrəcləri müxtəlif olan kəsirləri ortaq məxrəcə gətiririk. Eyni olan kəsirləri isə olduğu kimi toplayırıq. İndi burada bu 9 ilə bu 81 18 gedir 2. Bu 2 ilə bu 4 gedir 2. 2 dəfə 6 ilə 42 gedir 7. Olacaq nə? 2'də 7. Düzdürmü? Deməli, bərabərdir. Bundan bu gedir 2. Bu 2 ilə bu 2 gedir 2. Bu 1, 7. 2'də 7 kəsirinin açılış hissəsi 3/2'də 1. Yəni, qarışıq kəsir çevrilməsi. Çünki 2'də 7 düzgün olmayan kəsirdir. Haberində düzgün cavabımızdır. 12. sual. İxtisarımızdır yenə. Yazım 121 vuraq 108 vuraq 49 bölünsün 22 55 63. Bu 63 ilə bu 49 7'ye gedir. 7'ye 9. 9'a 1 9'a 12. 55 11'e 5 55 121 11'e 11. 11 11'e 1 12 11'e 2. Məxrəcdə qalacaq 10, sürətdə qalacaq. Burada 2 də gedir 6. Məxrəcdə qalacaq 5. 5, sürətdə qalacaq 42. O da 8 tam 5'də 2 eləyəcək. Deməli, məxrəcdə qalacaq 5, sürətdə qalacaq 42. O da bərabər 8 tam 5'də 2. B bəndi. 13. sualımız. A və B rəqəmlərdir. 37 bölünsün 25 bərabərdir. A 4 olarsa indi
Deməli 25, 37. İlk önce bunu onluq kəsrə gətirib. Gəlin baxaq. Deməli 37-ni 25'e bölək. 1 tam A bərabərdir 1'dir. 25, 2, 12. 120'nin içərisində 4. 4 dəfə 5, 22 yadda. 8, 2 yadda 10. 20, 200'ün içərisində də 25. 8 dəfədir mi? Bəli. B də bərabərdir 8'ə. Yani burada çətin bir şey. Sürəti məxrəcə bölürsən. Olacaq 1 tam %48. Yani A bərabərdir 1'ə, B bərabərdir 8'ə. Bizə ifadə verir ki, A minus 2B ifadəsində 1 minus 2, 16 bərabərdir mənfi 15'ə. Yani A bəndi. 14. sual. Çox çətin deyil. 14. sual artı 14 tane sual 20 dəqiqə vaxtımız gedir. 14. sualda deyir ki A bərabərdir 7 olarsa 1 plus 1 bölü A 1 minus 1 bölü A bərabərdir. İndi 7'də 8 vurulsun 7'də 6. Burada deyiləcək 49'da 48. A bəndi. 15. sual. Kəsirin sürətini 2 dəfə azaltdıqda. Sürətini 2 dəfə azaltdıqda olacaq nə? 2'də 1 x. Məxrəcin kəsirin qiyməti 4 dəfə artarsa, məxrəcini də 8 dəfə azaltmaq lazımdır ki, bu sürətdə axı 2'də 1'i məxrəcə böləndə sürət və məxrəc yerləşir 8 olur. Bu da 4 dəfə artmış olur. Olacaq 8 dəfə azalır. Yəni 4 dəfə artarsa 8 dəfə azalır. 8 dəfə azalır. Bir bəndə. 16. sualımız. 16. sualda nə deyir? 16. Deyir ki çarpaz vurup taparıq. 2A üstə gələk 3B bölünsün B'yə bərabərdir 4'dan 5'də 1'ə. B 5. Ya burada ayıraq 2A üstə gələk 3B 2A üstə gələk 3B bölünsün B'yə bərabərdir 5'də 21'ə. İndi mən yazıram buradan 21B çarpaz şəkildə vursam 21B bərabərdir 10A üstə gələk 15B. 15'i bu tərəfə keçirdiyində olacaq 6B bərabərdir 10A'ya. Ən kiçik qiymətlərində A 3'dür, B də 5'dir. Məndə A bölünsün B bölünsün 5 bölü 3'dür. 5 bölü 3 3'dən 1 tam 3'də 2'dir. Deməli yazıram buradan 21B bərabərdir 10A üstə gələk 15B. 6B bərabərdir 10A'ya. A bərabərdir 3, B bərabərdir 5'ə. Məndə də 3'də 5 bərabərdir 1 tam 3'də 2'yə. Bu da bu. Sonra 17. sual. 17. Deyir ki, bunları çıxaq. Əslində burada belə çətin göründüyünə baxma, sadəcə ədədə gətirməliyik. 32 çıxılsın 3'də 45 çıxılsın 20'də 100 çıxılsın 18'də 72. Deməli 32'yi 8'ə böləndə düşəcək 4 4 çıxaq. 45'i 3'ə böləndə 15 çıxaq 15 çıxılsın 100'ü 20'yə böləndə 5 bu da 4 çıxaq 5 çıxaq 4 bərabərdir. Deməli 4'dən 15 çıxanda qalacaq 11 mənfi 16 mənfi 20 bərabərdir mənfi 20'yə. Cavabımız D variantı. 18. sual. X müsbət tam ədəddir.
şərtini ödəyən x-in qiymətini tapın. Deməli 10-da 7 böyükdür 5-də x-dan. O da böyükdür 2-də 1-dən. Bunların hər birinin məxrəcini 10-a gətiririk. Birinci kəsrə dəymirik. 10-da 7 kiçikdir 5-də 2x-dan. O da kiçikdir 10-a gətirsək 10-da 5-dən. Baxın. 7 ilə 5 arasında 6-dır. Düzdürmü? X-in burada şərtini ödəyən nədir? 3 olmalıdır ki 2 dəfə 3 6 eləsin. 7 ilə 10-da 5 ilə orada 7-nin arasında 10-da 6-dır. O da eləyəcək 10-da 6. Bu da 10'da 6 daha doğrusu. Olacak ne? 10'da 7 böyükdür 10'da 2x böyükdür 10'da 5'ten. X da bərabərdir 3'e. Bir bənd. 19-cu sual. 19'da deyir x müsbət tam ədəddir. Baxın burada qeyd edeyim. Hər birinin məxrəcini 20'yə gətirək. 20'yə gətirsəm, yox, surətlərini 6'ya gətirək. Surətlərini 6'ya gətirsəm, birinci kəsirin özünü yazım buradan mən. 6'da 2x minus 1 kiçikdir 3'də 4, 4'də 3'dən. Hər birini 6'ya gətirsək, surət məxrəci 2'yə vurmalıyıq. 10'da 6 böyük kiçikdir. 6'da 2x minus 1'dən kiçikdir. 6'da 8'dən. 8 ilə 10'un arasında bir dənə 9 var. Düzdürmü? 2x minus 1 bərabərdir 9'dur. 2x bərabərdir 10'dur. X bərabərdir 5'dir. Cavabımız C bəndi. 2x minus 1 bərabərdir 9'a. 2x bərabərdir 10'a. X bərabərdir 5'e. C bəndi. 20. sual. X bərabərdir deyir 21 olarsa bu cəmi tapın. Tapaq. Sadəcə heç kəsinə yazmaya ehtiyac yoxdur. Yerinə qoyaq. 7'də x çıxaq 4. Vurulsun. X bölünsün 3 çıxaq 8. X bərabərdir 21'dirsə olacaq. 7'də 21 çıxaq 4. Vurulsun. 3'də 21 çıxaq 8. Bərabərdir. 3 çıxaq 4. Vurulsun. 7 çıxaq 8. Bərabərdir. -1'i -1'ə vuranda cavabımız eləyəcək müsbət 1. D bəndi. Deməli, müsbət 1 D variantı. 21. sual. 21. sualda nə deyir? Deyir ki, A üstə gələ 3, A üstə gələ 2. Kəsir A'nın için natural qiymətində düzgün kəsirdir. Düzgün kəsirimizin şərti nədir? Məxrəc surətdən böyük olmalıdır. Neçə natural qiymətdir? Qiymət qoyaq da 21. sualda. A bərabərdir 1 olanda 1 olanda burada eləyəcək 3, burada eləyəcək 4. Uyğun gəlməlidir. 2 olanda 4, 2 olanda 5. Heç bir qiymətinə uyğun gəlmir. Nəyə görə? Çünki birində məxrəc A plus 2'dir. Surət A plus 3'dür. Ona görə bunun cavabı 0'dır. A bərabərdir 0. Yəni heç bir qiyməti uyğun gəlmir. A bəndi. 22. sualımıza keçək. Əslində maraqlı sualları işləmək o qədər də çətin deyil. Əslində insana həqiqətən maraqlı suallar işləmək zövq verir. 22. sual. Kərim pulunun 8'də 3 hissəsinə paltar, 8'də 1 hissəsinə isə ərzaq aldı. Pulu x-dırsa 8'də 3 hissəsi 8'də 3x olur və 8'də 1 hissəsinə də ərzaq aldısa cəmi nə qədər pul xərcləyib? 8'də 4 hissəsi 8'də 4x. Və deyir ki, o cəmi 200 manat xərcləyibsə, yəni 8'də 4 hissəsi, yazaq bunu 8'də 3x, üstə gələk 8'də 1x bərabərdir 8'də 4x.
İndi 8'də 4 hissəsi 8'də 4 hissəsi 280 manat olan ədəd. İndi 280'i bölürəm 8'də 4'ə. Hissəsinə görə də taparkən ədədi hissə göstərilən ədədə bölürəm. Bölmədə də biz bilirik ki, sürət və məxərcinin yerini dəyişib vurma yazırıq. Olacaq 280 vurulsun 4'də 8 bərabərdir 70 vurulsun 8 bərabərdir 560. 560 da bizim hansı variantımızda? B variantımız. 23. sual. 23. sual deyir. A plus B bir tam üstəkidir. A plus B plus C. Deməli, A plus B bərabər 1 tam 3'də 2. B plus C bərabər 3 tam 3'də 2. Sonra A plus C bərabər 3'də 2. Qiymətində deyir A plus B plus C'nin cəmini tapın. Mən buradan hər birini toplasam olacaq nə? 2A üstə gələ 2B üstə gələ 2C bərabərdir. Yazıram. 2A üstə gələ 2B üstə gələ 2C bərabərdir. 1 tam 3'də 1 hamısını toplayıram da tərəfə toplamışam. Üstə gələ 3 tam 2'də 3 tam 3'də 2 üstə gələ 3'də 2 bərabərdir 3 4 tam 3'də 6. O da eləcək 3'də 6'da 2 deməkdirsə eləcək 6. Düzdür. Bunlar 6'dırsa A üstə gələk B üstə gələk C hər tərəfi 2'yə bölürəmsə bunu da 2'yə böləndə düşəcək 3. Yazıram hər tərəfi 2'yə bölək. 2'yə bölək. Olacaq. A üstə gələk B üstə gələk C bərabərdir 3'ə. C bəndi. Bu da bizim 23. misalımız. 24'ə gələk. 40 dənəsi bizim 1 saat vaxtımızı alacaq deyəsən. 24. 2 üstə gələk 5'də 3. 1 üstə gələk 5'də 2. Bölünsün. 4 minus 7'də 2. Bərabərdir. Deməli, sürətdə eləyəcək. 2 üstə 5'də 3 gələndə 5'də 10 yazaq 5'də 13. 2'yi 5'də 10 formasına düşünürəm. 1'i 5'də 5 formasına düşünürəm. Məxərc 5'də 7. Bölünsün. 4'dən 7'də 2 çıxanda eləyəcək 7'də 28 26. 4'ü 7'də 28 kimi düşünürəm. İndi buradan yazıram bərabərdir. 5'də 13 vururam. Sürətdə qalxır 5. Düşəcək nə? 7. Yenə vururam. Sürətin yerini dəyişirəm. 26. Eləyə bilərəm də səhv heç nə yoxdur ki, yox. Bu 7'lər gedir 1 2. Cavabımız eləyəcək 2'də 1. 2'də 1 onluq kəsirdən verilib cavabımız 0,5. Əslində mən bunları danışa izah hissəsində yazıram. PDF izah formasını hazırlayıram. Buradan biz alırıq ki, bu kəsirimizdə 2'yi 5'də 10 kimi götürdüm. Alındı burada 5'də 13. Məxrəcdə alındı 5'də 7. Bunları bir-birinə vurdum. Yazıram. 5'də 13 vururam. Sonra məxrəcin yerini dəyişəndə 7'də 5 vuraq. Bu hissədə 7'də 28, çıxaq 7'də 22, 7'də 26 kimi yazdım. Vurdum 26 məxrəcə, 7 sürətə. İxtisarımızı apardım 1 2. 2'də 1 də bizim onluq kəsirimizdən 0,5'dir. B bənd. 25. sual. Deməli, ixtisarlarımız B'də 10 A kvadratı vurulsun. C'də B vuraq 5A. C vuraq 1 bölünsün B. Bərabər. İndi ilk öncə bunları ixtisar eləyək. Nələrimizdən nə qədər qalıb bilək. Bu A-nın birindən bu getdi. Bu 5'dən bu getdi. Burada qaldı 2A.
Bu B'ler getdi, bu C'ler getdi. Olacaq 2A bölünsün B. A'nın qiyməti 7'dir. 14 bölünsün 2. O da bərabərdir 7'ye. B bəndi. Yazıram. Bu A ilə bu A'nın biri getdi. 5 ilə 10 getdi 2. Bu B ilə bu getdi. Bu C ilə bu getdi. Qalacaq surətdə 2A bölünsün B. Bərabərdir. 2 vuraq 7 bölünsün 2. Bərabərdir 7'ye. B bəndi. 26. Nisbəti 14'te bir böyle de 26 olarsa buna baxıram. Deməli 26-cı sualdan yenirik. Onluq kəsimdən artıq bəhs edirəm. İndi 5 çıxılsın. Mütərizə içərisində açıq B bərabərdir 3,2 olarsa ilk önce burada mənfi açıq B'yi tapaq. Bərabərdir 405'ten çıxmalıyıq 3,2 5 0 2 1 tam olacaq mənfi A minus B bərabərdir 1 tam 205. İndi bunu yadımızda saxlayırıq. Bizə verilən ifadəni sadələşdirək. Bunu A çıxılsın 1 tam 205 çıxılsın B. İndi bunu çevirsə eyni qaydada da 1205 qiymətini tapın 0 eləyəcək 26. Bax görək A variantıdır mı? 26'mız bəli. Çünki baxın buradan mənfi 1205 A minus B bu şəkildə də bu mənfidir. Yazsaq yenə 1205 eləyəcək. B yazaq da mənfi üstə gələk A minus B. Düzmü? Çıxaq daha doğrusu. Bunun qiyməti 1205 ise 1 tam üstə 205. Bu mənfi, bu müsbət. Bu da ixtisar gedəcək. Aydın değil mi? Bu mənfidir. Bunun qiymətdə. Ha üstə gələkdir burada. Üstə gələk. Bunun fərqli forması. İzah edə bilmədim bu hissən. Baxın. Mütərizəni açsam. A çıxılsın 1205 üstə gələk B. Bu A üstə gələk B. Bu da mənfisi. Müsbət 1 tam 205. İxtisar gedəcək 0 qalır. Olacaq üstə gələk 1000 mənfi 1205. İfadəmiz belədir. A minus mütərizəsindən 1 tam 205 çıxılsın B. Bu da bərabərdir. Mənfi 1 tam 205 üstə gələk 1 tam 205. Bu da bərabərdir 0. Bu formada yaza bilərik. Yəni çox çətin bir sual deyil. Sadəcə olaraq gec saatlarında olduğuna görə ola bilər düzgün izah edə bilmərəm. Çünki saat hal-hazırda 2'dir və sizlərə video çəkirəm. 27-ci sualda 30'a kadar yükleyeceğim çünkü vaktimiz çok gelir. 27. sualda 2 tam 5'te 4 çıxılsın 10'da 7 bərabərdir. Atam 10'da 1 üstü xət, yəni hər hansı bir ədəddir. Bunu tapmaq üçün ilk öncə kəsrləri toplayıram. 2 tam ortaq məxrəcin
8 çıxası 7 bərabər 2 tam onda 1. 2 tam onda 1. A2 B1. Bunlar da cəmi 3. Olacaq 2 tam onda bərabər 2 tam onda 1. O da bərabər 2 tam onda 1. A bərabər 2. B bərabər 1. 2 üstə gedək. 1 bərabər 3'ə. C bəndi. Son sualımızdan sonra sizi yekunlaşdıracağım. Deməli, az qalsın ekran söndü. Ekran söndü, benimki kaydetmə dayanıb. 28'də. Bu niyə Allah kəsrlə verilib? 0 tam onda 3'də 1. Üstə gələk. 0 tam onda 6'da 2. Üstə gələk. 0 tam onda 9'da 3. Bərabər. Bunlarla hər bir nöqtə məxrəc. 1 tam onda 8. 1 tam onda 8'i 3'ə böləndə 6. 6'yı 1 onda 6. Üstə gələk. 3 eləyir 6. Üstə gələk. 2 6. Bərabərdir. 1 tam onda 8'də 18. O da bərabər edəcək 10. Sürət 10'dur. Bu isə 10'dur. Düzdürmü? İndi məxrəcə baxaq. 0 tam onda 4 1. Üstə gələk. 1 tam onda 2'də 3. Üstə gələk. 0 tam onda 8'də 2 bərabər. Bunlar da oradan var 2 tam onda 4. 2 tam onda 4. 4'ü bölündə 6 düşəcək. 6 üstə gələk. 2 6. 3 6. Bərabər 2 tam onda 4'də 18. Bunu məxrəcini artıranda olacaq. 2 olacaq burada. Çünkü 18 2 tam onda 4 A kəsindən. Burada olacaq onda 20. 6 yaxçılarından olacaq 4'də 30. Düzdürmü? 10 bölünsün 4'də 30 bərabərdir. 10 vuraq 30'da 4. O da bərabərdir 3'də 4. O da bərabər 1 tam 3'də 1. Gör misal hardan hara gəl. Cəbən. 29. Baxın. Mən buna bu tip misallarda buna bir x deyirəm. Düzdürmü? Bu da bir x olur. Olacaq nə? 5 üstə gələk. 6'da x bərabər x-a. 6'da x-a olacaq 30 üstə gələk x bərabər də 6x-a. 5x bərabər də 30'a. X bərabər də 6'ya. Debəndə 6 var. Baxın 6'dır. Biz bunu bilmədiyimizə görə bir dənə x yazıram. 5 üstə gələk. Görsünüz eyni məxrəcdir. Sürət hissəsi eynidir. 6'nın nöqtə 6. Bu hissəyə bir x desəm bərabər də x-dir. Düzdür? Eyni formatda. Olacaq 5 üstə gələk. 6'da x bərabər də x-a. Olacaq 6'da 30 üstə gələk x bərabər də x-a. 30 üstə gələk x bərabər də 6x-a. 5x bərabər də 30'a. X da bərabər də 6'ya. Debəndi. 30-cu sualımız 43 dəqiqədə artıq sizlərlənik. 3 olarsa x-i tapın. Baxın, burada qiyməti verilir. Bu ifadənin qiyməti 3-dürsə, deməli burada 3 yazırıq surətdə. Olacaq 2 üstə gələk x da 3 bərabər də 3'ə. Düzdür? Olacaq x da 2x üstə gələk 3 bərabər 3'ə. Bu formada. X da 2x üstə gələk 3 bərabər 3'ə. 2x üstə gələk 3 bərabər 3x-ə. X bərabər 3'ə. B bəndi. B 30 dənə sualı izah elədim. 43 dəqiqə vaxtımızı aldı. O qədər də çətin suallar deyil. Sadəcə bəs hesablamalarımız vaxtımızı aldı.
Növbəti testimiz inşallah 30'dan 60'a qədər olan testlərlə qarşınızda olacaq. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.